Salam aleykum dostlar. Bal və arıçılıq məhsullarını sevənlər, arıçılığın özünü sevənlər, mənim adım Samir və siz Halal Arıçılıq kanalını izləyirsiniz. Bugün çox vacib və maraqlı və daimi aktual olan bir mövzuya başlayırıq. Saxta bal. Süfrəmizdəki balın həqiqətən təbii olub olmadığını tez-tez düşünürük. Və bunun üçün həqiqətən də əsaslı səbəblər vardır. Kim bilir, bəlkə də bu sadəcə şəkər şərbətidir. Bəzi hallarda isə hətta təmiz balın tərkibi də ziyanlı maddələrlə zəngin ola bilər. Bu isə mövzunun ilk videosudur və mən sizə ümumi məlumatlar verəcəm. Növbəti buraxılışlarda isə biz hər bir saxtalaşdırma metodunu ayrılıqda analiz edəcəyik. Yadıma düşmüşkən bir faktı da qeyd edim. Yəni, dünya statistikasına görə bazarda olan balın 70% saxtadır. Düzdür, bu rəqəm ölkədən ölkəyə fərqlənir. Bu videoda mən sizə balı saxtalaşdırmaq üçün fırıldaqçılar hansı üsullardan istifadə etdiyini, siyahısını təqdim edəcəm. Eyni zamanda qeyd edim ki, hətta vicdanlı arıçılar özləri belə bilmədən sizə keyfiyyətsiz bal sata bilər. Sizə zəmanət verirəm ki, bu mövzuda olan bütün videolarımı izlədikdən sonra heç kim sizə saxta bal sata bilməyəcək. İndi isə gəlin ümumi mənzərəyə baxaq. Bal bazarında nələr baş verir? Bu başdan gəlin bir suala cavab verək. Balın əsas saxtalaşdırma səbəbi nədir? Əslində bu sualın cavabı və səbəbi çox sadədir. Asan qazanc. Saxta bal milyardlarla dollar gəlir gətirən bir biznesdir və bu sahədəki qazanc təbii bal satışından qat-qat yüksəkdir. Balı saxtalaşdırmaq çox asan və eyni zamanda risksizdir. Heç eşitmişsiniz ki, bal saxtakarlığı üstündə kimsə həbs edilsin? Elə mən də eşitməmişəm. Əsl bal istehsalı çətin, zəhmət tələb edən bir prosesdir. Arıçı arılara qulluq edir, onları sağlamlığını qoruyur, balı yığır, yetişdirir, süzür, düzgün şəkildə saxlayır. Fırıldaqçılar cəmi bir neçə saat ərzində şəkər şərbətindən saxta bal edə bilirlər. Və bu məhsulun maya dəyəri əsl baldan 5-10 dəfə ucuz başa gəlir. Misal üçün, balın 1 kilosu deyək ki 30-35 manatdır və şəkərin 1 kilosu manat yarımdır deyək. Bu işlə məşğul olanlar bunları qat-qat ucuz da ala bilir. Belə deyək ki, indi 100 qram bal ilə 900 qram şəkər şərbəti qatışdırdılar. Alındı 1 kilo bal. 1-2 saatdan sonra mayası da cəmi 3-4 manat. Arıçı isə bal əldə etmək üçün il boyu işləməlidir. Təbii ki, arılar da. Məhz buna görə də balı saxtalaşdırmaq əxlaqsız və alçaq insanlar üçün halal yolla istehsaldan qat-qat və sərfəlidir. Bunlar pul qazanmalıdır. Vaxtları yoxdur arı ilə məşğul olmağa. İndi isə gəlin görək balı hansı yollarla saxtalaşdırırlar. Dünyada ən çox rast gəlinən 10 fırıldaq üsulunu açıqlayacağım sizlərə. Siyahının sonunda isə bir neçə digər metodları da qısaca danışacağım. Ən geniş yayılmış üsul bayaq nümunə gətirdiyimiz bala şəkər şərbəti əlavə etməkdir. Əslində bu tərsi nədir? Şərbətə biraz bal qatırlar. Balın maya dəyərini azaltmaq üçün qarğıdalı, düyü, inver şərbətlər və s. əlavə edilir. Növbəti üsul köhnə balın bərpası. Xarlanmış balı yenidən maye halına salmaq. Onun üçün bal çox qızdırılır. Bu zaman balın görünüşü çox gözəlləşir, çox şəffaf olur. Bir daha xarlamır.
lakin bütün faydalı maddələr yox olur. Üçüncü üsulda bahalı bal ucuz bal ilə əvəz edilir. Hansısa bir ucuz çiçək balını bahalı akasiya və dağ balı kimi satırlar. Dördüncü üsul vicdansız arıçıların üsuludur. Arıları nektar əvəzinə şəkər şərbəti ilə qidalandırırlar. Bu üsulla arıçı bir arı ailəsindən 100 kilo bal ala bilir. Lakin belə balın heç bir faydası yoxdur. Növbəti üsul isə tənbəllər üsulu adlandıra bilərik. Bala sadəcə su qatırlar. Bəli, sadəcə su qatırlar. Nəticədə o daha maye olur. Lakin burada da yəni ki nələr edilir? Xarab olmaması üçün də bəzi kimyəvi maddələr istifadə edilir, konservantlardan istifadə edə bilərlər. Duru olmasın da deyə, yəni növbəti saxtakarlıq növündən istifadə edilir. Bu da nə saxtakarlıqdır? Yəni balın qatılaşdırmaq üçün içinə misal üçün kraxmal, un, jelatin kimi maddələrin əlavə edilməsidir. İnsanlar var ki, təbii bal duru olduqda onu saxta adlandırırlar və almırlar. Xüsusi onların istəklərini nəzərə alaraq şərbətə kraxmal qatıb satırlar. Növbəti üsul da daimi istifadə edilir. Xaricdən ithal edilmiş və ya köhnə ballar yerli, keyfiyyətli kənd balı kimi satılır. Bu saxtakarlıq növü əsasən yerli balın az olduğu illərdə daha çoxalır. 8-ci üsul isə kimyəvi maddələrlə bağlıdır. Saxta balları daha nələr əlavə edilir? Antibiotik, aromatizator, rəngləyicilər. Yəni marketinq gecə-gündüz sizin üçün çalışır. Hər şey sizin düşüncələrinizə düz gəlsin deyə. Növbəti üsul da geniş istifadə edilir. Saxta sənədlər və yalançı etiketlərdən istifadə. Məqsəd isə təbii ki, ucuz balı daha baha satmaqdır yenə də. Danışacağımızın son üsul isə balın dadını və rəngini dəyişmək üçün istifadə edilir. Bunun üçün ən sadə, yəni nələr? Bunun üçün əsasən invert şəkər şərbətləri, karamel, kofe, çay və digər rəngləyicilərdən istifadə edilir. Digər az rast gəlinən saxtakarlıq üsulları tam yetişməmiş balın satışı, köhnə balın yenisi ilə qarışdırılması, tam süni bal, bu yəni ki Çinə aiddir, müxtəlif bal növlərinin qarışdırılmasıdır. Sənaye istehsalında isə saxtakarlıq daha da irəli gedir. Yəni ultrafiltrasiya, balın mənşəyi gizlədilməsi üçündür. Yəni tərkibindən çiçək tozu və fermentlər çıxarılır ümumiyyətlə. Kimyəvi əlavələr kristallaşmasın deyə əlavə edilir. Tamamilə sintetik bal hazırlanır yüksək səviyyədə. Saxta balın saxlama müddətini artırmaq üçün konservantlardan istifadə edilir. Sterilizasiya və ya pasteurizasiya, yəni bu radioaktiv şüa və ya qızdırılma, balın faydalı maddələrini bir hissəsini məhv edir. Siyahımız bununla bitmədi. İndi isə gəlin görək necə olur ki, bəzən hətta vicdanlı arıçılar da keyfiyyətsiz bal satır. Bəzən özlərinin belə xəbəri də olmadan. Sonra isə saxlanma qaydalarının pozulması, günəş, işıq, isti və ya rütubətli yerdə saxlamaq və ya temperatur oynayırsa çox, o da yəni ki balı xarab edir. Yığılma və süzmə zamanı edilən səhvlər də olur. Vaxtından əvvəl yığılmış bal, düzgün saxlanılmamış bal, yəni tam yetişməmiş bal çəkilir. Başqa bir problem də köhnə şanlardan istifadə. Onlarda yığılan çirklər balın tərkibinə keçə bilər. Növbəti bir problem də arıların şəkərlə yemlənməsi və adətən şərbətə başqa əlavələr də edilir. Bu saxtakarlıq məqsədi ilə deyil, lakin yemləmə vaxtı elə seçilməlidir ki,
şərbət süfrəmizə gələn bal ilə qatışmasın. Kimyəvi preparatlarla müalicə. Əgər arıçı balı süzmədən öncə arı xəstəliklərinə qarşı dərmanlardan istifadə edirsə, onların qalıqları balın tərkibinə keçə bilər. Çirklənmiş ərazilərdə yığılmış bal, arıxana pestisidlərlə avtomobil qazları və ağır metallar olan ərazilərdə yerləşirsə, bu maddələr balın tərkibinə keçə bilir. Və arıçının bundan xəbəri belə olmaya bilər. Beləliklə, hətta halal bal istehsal edən arıçıların balı da keyfiyyətsiz və təhlükəli ola bilər. İndi artıq əsas məsələləri bilirsiniz. Növbəti videolarda hər bir fırıldaq üsulu haqqında ayrıca danışacağım. Onu necə edirlər, balın keyfiyyətinə necə təsir edir və saxta balı necə tanımaq olar. Diqqətli olun, əsl keyfiyyətli bal tapmaq düşündüyünüzdən qat-qat çətindir. Kanala abunə olun ki, növbəti videoları qaçırmayasınız. Qiymətli təcrübənizi isə şərhlərdə paylaşmağı unutmayın. Salam aleykum.